deyirsən? Keçən həftə görüşdük də. Mənim üçün sənsiz bir həftə bir ömrə bərabərdir. Pomadamı tapmıram mən. Ay qız, o çirkin salfetka nədir orada? Niyə tullamırsan onu? Yadıma düşmədi. Yox. Sən bir dəfə pomada çəkmişdin, sonra bu salfetka ilə düzəltmişdin. Mən xatirə olsun deyə saxlayıram elədir. Fu, iğrenç. Ay qız, nə olub sənə? Bir şey görmədim. Hə, nə olub ki, oturmuşdu da öz üçün. Tək oturmuşdu. Sənə qırmızı pomada çox yaraşır. Doğrudan. Hə. Səni çox sevirəm. Bundan sonra ancaq qırmızı pomada çəkəcəm sənə görə. Təbiət necə də gözəl bir şeydir. Sən də hiss edirsən təbiətin mənimlə necə bütünləşdiyini. Təbiət məni çox sevir. Bəs siz hansı şəxsiyyət tipisiz? Əgər bunu bilmək istəyirsinizsə, eyni zamanda da hansı psixoloji sindrom, kompleks, sevgi dilinə sahib olduğunuzu bilmək istəyirsinizsə, direktə müraciət edib məndən psixoloji portret sifariş edə bilərsiniz. Hələlik!